Salam Yeganə xanım. Sağ ol. Samir'in telefonunda bacım yazılmısınız. Adınız, yəni ad yerinə bacım yazılıb. Siz necə olub ki, ayrı düşmüsünüz? Ne bileyim o böyüklərimiz sağ ol da belə olub, ne bileyim. Siz ana ilə ata ilə böyümüsünüz? Mən də heç o qədər yox. Belə də yəni dərd böyüdü, danışmaq mümkün deyil. Bəs sizin neçə uşaqsınız siz? Samir yəni ayrı olub da. Siz neçə uşaqsınız bir yerdə olanlar? Yox, bir yerdə olanlar deyəndə ki, mən oyuna bizəm. Yəni Ata bir, bizim ana papamız bir. bizdir. Aha. Bəli. Amma bizdən böyük bir qardaşımız var ki, o ayrıdır. Yəni onun o anamın birinci yoldaşı rəhmətə gedəndə anam hamilə idi. Yəni o böyük qardaşım hamilə idi. O Hə, sonra ikinci dəfə ailə qurub, düzdürmü? bəli, bəli. Ana ilə münasibətləriniz necədir? Ananız sağdır indi? Yaxşıdır. Hə, anam sağdır, bəli. Münasibətləriniz necədir? Yaxşıdır. Mənlə yox. Belə yaxşıdır. Bəs ata ilə? Ata rəhmətə gedib. Atam rəhmətə gedib, çoxdan rəhmətə gedib atam. Nəyə görə Samirdən imtina eləmişdi sizin ailəniz?